Hamıya salam, kanalıma xoş gəlmisiniz. Bugün qəşəng suallar hazırlamışam və istəyirəm bir sualları verib onların cavabını sizlərlə bölüşüm. Birinci videoda demişdim zaten ki, Azərbaycan Milli Konservatoriyası xanəndəlik üzrə 1-ci kurs tələbəsiyəm. Xanəndəlik fakültəsini istəyərək seçmişəm. Mənim ən böyük arzum xanəndə olmaq idi. Bu barədə başqa bir videoda daha ətraflı danışa bilərik deyə düşünürəm. Ki bu sənətə necə gəldim, həvəs hardan yarandı, hara getdim, nələr etdim, bu barədə danışarıq. Bu arada qarma-qarışıq oradan buradan suallar tərtib eləmişəm öz ağlımca. Yəni, bir-birinə uyğun olmaya bilər. Makyaj etməyə neçə yaşımdan başlamışam? Təxminən 11-12 yaşımdan. Tonal vurmurdum, sonra göz teni vurmurdum, ənlik vurmurdum. Sadəcə bir dənə tuş vururdum. Bir dənə də nəsə gloss falan vurardım. Ondan sonra kollecə qəbul oldum. Yəni bu mənim ikinci təhsilimdir. Kolleci də bu arada xanəndəlik üzrə bitirmişəm. Kollecdə artıq normal makyaj eləyirdim. Normal dediyimdə, yəni onda ənlik vura bilmirdim qətiyyən. Ənliyi birini çox vururdum, birini az vururdum. Ona görə vurmama şeyindəydim. Yəni orada da ancaq ten, tonal, concealer, pomada. Belə bir sual var ki, məni ən çox əsəbləşdirən şey nədir? Yəni mən çox səbirsizəm. Səbirimlə bacara bilmirəm heç cürə. Və bir də cahil insanlar, hər şeyi bilirmiş kimi davranan insanlar, insanların bir-birinin haqqına girməsi məncə. Əslində mən çox tez əsəbləşən biriyəm və hər şeyə əsəbləşən biriyəm. Çünki mən sizcə nə bürcüyəm? Bir dənə fikirləşin. Sizə 2 saniyə verirəm. Mən qoç bürcüyəm, dostlar. Qoç bürcü olaraq hər bir şeyə əsəbləşirəm. Yəni, ağlınıza gələ biləcək hər bir şey. Amma əsas olanları dedim zaten. Bir digər sualımız da budur ki, gündəlik həyatımda ən çox istifadə elədiyim söz hansıdır? Məncə yənidir. Çünki mən 5 sözümdən 3'ü yənidir. Məncə fikir verəcəksiniz buna zamanla. Ondan sonra yaşımı demişdim də bu arada 19 yaşım var. Başqa ağlıma hansı suallar gəlirsə onu cavablandıraq. Hə, ən əsas suallarımızdan biri odur ki, gələcəkdə özümü harda və hansı sahədə görmək istəyirəm və yaxud da görürəm. 1. Səhnədə. 2. Tanınmış bir insan olaraq. Bu bloger də olar, influencer İstər influencer olsun, istər bloger olsun, istər bir xanəndə olsun, istər estrada üzrə oxuyan biri olsun. Bu sahələrdə özümü görürəm. Bu sahələrdən başqa heç bir yerdə özümü görmək istəmirəm, görmürəm. İstər müəlliməlik olsun, istər başqa bir sahə olsun, qətiyyən istəmirəm yəni. 2 dənə istədiyim şey var, hansı ki bu blogerlik və xanəndəlik üzrə davam eləməkdir. İnşallah ki zamanla hər şey öz axarı ilə yerinə oturacaq və mən istədiyim təbəqəyə gəlib çatacağam. Buna tam əminəm. Burada da bunu deyirəm. Bir dənə də belə bir sual var ki, həyatda ən böyük xəyalın nədir? Bunu zaten cavablandırdım. Yəni mənim xəyalım tanınmış olmaqdır. Bir də burada bir sual yazmışam. İzləyicilərə bir məsləhət verməli olsam bu nə olardı? Ay qız, sənə deyən lazımdır ki, sənin özünə məsləhət verən lazımdır da yəni. Sən kimə məsləhət verirsən? Zarafat edirəm bu arada. Özümlə zarafat eləməyi çox xoşlayıram. Yəni ona görə də belə şeylər deyə bilirəm. Yəni bu mənim xasiyyətimin bir şeyidir. Nə isə də yəni onunla. Bu arada başım o qədər ağrıyır ki, yəni dəhşətizm. Bu dəqiqə yəni başımın ağrısının getməsi üçün hər şey edə bilərəm. Bilmirəm necə bir video alındı. Sadəcə içimdən gəldiyi kimi davranmağa çalışdım. Suallar biraz qarma-qarışıq oldu. Ona haqq verirəm. Amma fikir verməyin. Hələ ki təzəyəm. Kamera qarşısında artıq yeni, təzə hələ öyrəşirəm də yəni. Ona görə də fikir verməyin. Gələn videolarda daha professionalca suallar və yaxud da mövzular hazırlayaram. Çəkərəm, siz də baxarsınız. Çayınızdan, kofenizdən qulaq asarsınız, baxarsınız yəni. Bu qədər idi dostlar.
bugünlük. Sağ olun.